Sonra çox maraqlı bir sualı sizlə bölüşürəm. Deyir ki, fikirlərdən biri ikinci abzasda çərçivə daxilində verilmiş ifadənin şərhi ilə bağlıdır. Baxın, çərçivə daxilində verilmiş ifadəmiz sabit ifadəsidir. Sabit qanundan danışır. Sabit qanun nə deməkdir? Əvvəla biz sabit sözünün nə zaman həqiqi, nə zaman məcazi olduğunu anlamalıyıq. Həqiqi mənada hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran, dəyişməyəndir. Məsələn, sabit cərəyan. Həqiqi mənada budur. Ancaq mətndə bu həqiqi mənada işlənməyib. Əvvəla bunları, həqiqi olanları silməliyik. Belə ki, bu məcazi mənada oldu və doğru cavab möhkəm dəyişməyən anlamındadır. Baxın, yerinə qoyaq. Deyir ki, onun morfoloji quruluşunda möhkəm qanunlar var. Yəni, dəyişməyən qanunlar var. Buradakı həqiqi mənadakı dəyişməyən ifadəsi ilə bunu səhv salmayın. Burada alternativi eyni zamanda möhkəm də gedir. Beləcə, biz bunu öyrəndik ki, sabit sözü hərəkət etməyən, hərəkətsiz mənasında həqiqi olur. Məcazi mənada səbatlı, möhkəm, fikrinin əqidəsinin üstündə duran, ondan dönməyən mənasındadır. Yəni, möhkəm mənasında sabit söz işlənsə, əksərən o məcazi olaraq qəbul edilir. Beləcə, bu sual nəticəsində biz öyrəndik ki, sabit sözü nə zaman həqiqi,